Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edir. Aprelin 27-si şimal və qərb rayonlarında, 28-dən 29-u gündüzə qədər isə bəzi yerlərdə havanın fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bildirilib ki, Qazax, Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba, Qusar, Balakən, Şəki, Mərkəzi Aran və Lənkəran sırada yağıntılar arabir leysan xarakterli olacaq. Şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı bildirilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi istisna olunmur. Aprelin 30-una qədər ölkənin əsasən şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olacaq. Yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacaq. Qərb küləyi bəzi yerlərdə güclənəcək. Bakıda və Abşeron yarımadasında aprelin 26-sı və 27-sində havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Aprelin 28-i axşam və 29-u gecə isə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacaq. Mülayim şimal-qərb küləyi əsəcək. 27-si axşamdan 29-una qədər külək güclənəcək. Xidmət rəisi vətəndaşlara hava ilə bağlı daha dəqiq məlumat və xəbərdarlıqları Milli Hidrometeorologiya Xidmətinin meteo.az rəsmi internet səhifəsi və meteo.az mobil tətbiqi vasitəsilə izləməyi tövsiyə edib.